Oldu Amerikan çox. Demək, 20-ci əsrin əvvəllərində və əsrin sonlarında xalqın müstəqillik uğrunda mübarizəsi zamanı xalqın yaşadığı vəziyyət, ümumiyyətlə mövcud vəziyyət göstərdi ki, güclü ordunun olması nə qədər hər bir xalq üçün, eləcə də Azərbaycan xalqı üçün çox mühüm rola, mühüm əhəmiyyətə malikdir. Belə ki, 1918-ci ildə hələ 28 mayda Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra bilirsiniz ki, məlum səbəblərdən Xalq Cümhuriyyəti paytaxt olaraq, yəni ilk olaraq Gəncədə, Tiflisdən sonra Gəncəyə gəldi. Gəncədə möhkəmləndi, çünki Bakı şəhəri bilirsiniz ki, düşmən əlində idi. Və lakin güclü ordunun olması həmin dövrdə çox vacib bir məsələlərdən birinə çevrilmişdi. Və hətta xatırlayırsınızsa 1918-ci il 28 mayda da Xalq Cümhuriyyəti hökuməti özünün istiqlal bəyannaməsində qeyd edirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalıdır, özünün silahlı qüvvələrini yaratmalıdır. Amma bu həmin dövr içində olsa nə qədər çətinliklər hesabına baha için işin ikinci də Azərbaycan qəbul olundu. Azərbaycan ordusu yaradılması haqqında mühüm işlər görüldü. Və hətta sonraki dövrlərdə şəxsi heyəti 1919-cu ilin sonlarında 25 min nəfərə çatdırılmışdı Azərbaycan ordusunun. 1920-ci ildə isə 40 min nəfərə çatdırılması planlaşdırılırdı. Və məhz həmin ordu yaradılmış hələ Gəncədə 3 aylıq hakimiyyəti zamanı iyun ayında, yəni Xalq Cümhuriyyətinin yaratdığı ordu demək olar ki, demək Qafqaz İslam Ordusu adlandırırlar. Sonradan Türkiyənin Azərbaycana ordu baxımından etdiyi kömək və yaranmış Qafqaz İslam Ordusunun məskücü hesabına Bakı şəhəri düşməndən azad olundu və Xalq Cümhuriyyəti 1918-ci ildə sentyabrda paytaxt şəhəri Bakıya köçdü. Və bununla da Qafqaz İslam Ordusunun yaratdığı, Qafqaz İslam Ordusunun qələbəsi, daha dəqiq desək, nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti hökumətini öz hakimiyyətini bütün Azərbaycanda yaya bildi. Və sonralar təəssüflər olsun ki, 1920-ci ildən Xalq Cümhuriyyəti aprel ayında süquta uğradıldı, bildiyiniz kimi, və Azərbaycanda Sovet rejimi quruldu. Və həmin dövrdə də Azərbaycan ordusu demək 1920-ci il mayın 27-sində Azərbaycan ordusu və donanmasının yenidən təşkil edilməsi barədə Bolşevik hökuməti dekret vermişdi. Və təəssüf ki, milli ordunun ləğvindən sonra generalların bir çoxsu güllələndi. Azərbaycan generalları, komandirlərin böyük hissəsi repressiyaya məruz qaldı. Amma Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun tarixində güclü liderlər olub, onun istiqlaliyyətini yenidən əldə etmək, müstəqilliyini yenidən əldə etmək, demək, ərazi bütövlüyünü qoruyub saxlamaq, bərpa etmək, bax bu kimi sonlarında ikinci dəfə
Samira müəllimə, biz sizi eşidə bilmirik. Yəqin internet problemidir. Xəyal, səsim gəlir. Nəsə müəllimədə internet problemi var idi, səs gəlmirdi. Bəli, bəli. Sizin səsiniz gəlir. Sadəcə müəllimə interneti yoxdur. internet Açıq tulladı. Bəli. Burada sayın yenə də ola bilər internet problemi ilə əlaqədardır. Samira müəlliməyə də yenə öz adımdan təşəkkür edirəm ki, vaxt ayırıb bizim seminarımıza qoşuldu. Çox sağ olsun Samira müəllimə də. Və istədim ki, indi vaxt itirmədən sözü digər hörmətli həmkarıma təqdim edim. Nailə Abbasova, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun işçisi. Nailə xanım, buradasınızsa da buyurun, zəhmət olmasa. Nailə xanım, buradasınızsa buyurun, zəhmət olmasa sizi dinləyirik. Tamam, Nailə. Bəli, gəlir. Biraz xəyal elə bir setdə problem var, səhv etməmsə. Siz də baxın, zəhmət olmasa. Səs yaxşı gəlir, xəyal? Bəli, bəli, səs gəlirdi. Buyurun, Nailə xanım. 26 iyun münasibətilə hamı təbrik edirəm. Hər bir əsaslı olmamızı təşkil edir. Qırıldı onun telefonundan deyib. Mikrofonu yaxşıdır telefon. Gəlir, telefonunuzun mikrofonu yaxşıdır deyəm. Xışıltı çox verir. Hər bir müsabiqənin dövlətində əsaslı olmamızı təşkil edir. Azərbaycanın 1918-ci ilin 8-ci yaratıldı və həmin onun yaratılığının ilk növbədə ən əsas məsələsi onun quruluşunu təşkil edir. Yəni dövlətlərcə paylaşılır, 20 şəhərlə paylaşılır. Ən əsası olaraq 200-dən çox xərəkət, bunların da ən mühüm ordunun yaratılmasıdır. O yıl hələ 1907-ci ildə başlanmışdı. 1907-ci ilin noyabr ayında Sərqafqasiya komisarlığı yaradıldı. Sərqafqasiya komisarlığına daxil hər bir dövlətdə özünün ordusunu yaratma səlahiyyəti verir. Aynı bir səsin gəlirmi? Aynı olur. Xanım, səsiniz gəlir, ancaq biraz internet qırıq gəlir səsiniz. Ya sizin telefonlandı, ya internetdən də bilmirəm. Buyurun. Sərqafqasiya komisarlığı yaradıldı. Sərqafqasiya komisarlığına 1917-ci ildə düzənli qurulmanın yaratmaq səlahiyyəti verildi. Həm 1917-ci ildə Oski müraciət edərək komisarlığına və özümüzün milli ordumuzun yaratması haqqında qərarlar verilməsini verildi və həmin dövrdə 1918-ci ilin noyabr ayında 60-cı kursunun yerində Milli Azərbaycan Milli yaratması haqqında qərar verildi. Bu dövrdə qərar verilmiş ki, Rusiyaya məxsus olan ordunların silahları Sərqafqasiya dövlətləri arasında qərar veriləcək. Həmin ordunun silahlarının verilməsini
Azərbaycan ordusuna silahlar vermək istəmirdilər. Və bundan sonra qərar qəbul olundu ki, 219 diviziyanın silahları tamamilə Azərbaycan ordusuna verilsin. Və həmin silahların verilməsi Tatar-Alayına qarşılaşdılar. Tatar-Alayın bundan imtina edilməsi. Bundan sonra kəndində yerləşən diviziya məşğul oldu. Və zor bir günə olaraq, həmin silahları alıb, milli qurumunda Azərbaycan milli cəbhəsinin ordusuna təbliğ etdi. Azərbaycan milli cəbhəsinin komandir o dövrdə hərbi məktəblər açılmaq lazımdır. Hərbi məktəblər açılmaq onlara Azərbaycan ordusunda bu hərbi çıxartmaq, hərbisini olmaq lazımdır. Azərbaycanın demək ki, xeyli əsərləri bu çoxluqda xidmət edirlər. Onlar çağırmış Azərbaycan milli qurumuna daxil oldular. 1918-ci ildə yüksək hikmətdə ilk növbədə ordu qurucu məsələsinə başlandı. Çünki Suriyyədə olmaz sayədə həmin dövlətin dövləti olmaq lazımdır. Və o dövrdə Əlahində Azərbaycan xüsusiyyətində və həmin quruluşlar yenə kursda Əlahşıqın başçılığı edildi. O dövrdə uluslararası xidmət etmiş generallar, Azərbaycan ordusunun demək olar ki, təkmilləşməsinə xeyli olmalı oldu. Bundan sonra demək olar ki, ilk dəfə orduculuk məsələsində əsgər 19 çatırdı. İlk dəfə iyulun 9-da Yerumda 59 yaşamış Azərbaycanlı əsgər çatırdı. İnsan hər dəfə Osmanlılardan qaldırılar dəvət olundu. Osmanlıların hərbi sistemində, hərbi əsasında olundu. Azərbaycanın ordusu yalnız insanlarında sonra o dərslərində də həmçinin olur və düşmüş şüayətlə Azərbaycanların qanunda həmişə bərliklərin varsa qarmışdır. Azərbaycan bu dövrdə Azam ordusu ilə birləşdi və Bakıda olan başlaşmasında iştirak edir. Qarabağda olan müharibədə iştirak edir. Bu gün Azərbaycan xalqı çox iştirak edir. Orada şükürlər Başmanda Həmədin əsasında Azərbaycan ordusu imansız insanlar gücü ordu yaratmışlar. Ordu bizim Azərbaycan əsasında milli ordusu olmalı. Milli ordusu olmuş yerlərdə Azərbaycan bayrağı qalır. Bu da bizim Azərbaycanın sayəsində. Mən Azərbaycan Sağ olun Nalə xanım, çox sağ olun. Qoşulduğunuz görə vaxtları təşəkkür edirəm. Mən də sizə çox sağ olun. Bu qədər hörmətli həmkarlar, istər məruzəçilər, istərsə
Hörmətli qoruq əməkdaşları, iştirakçı qisminə qoşulan hər birinizə ayrı-ayrı xüsusi təşəkkür edirəm ki, vaxt ayırıb seminarımıza qoşuldunuz. Çox sağ olun. Diqqətinizə görə təşəkkür edirəm.